Salam dostlar. Bugün sizə böyük texnologiya şirkətlərində, məsələn Google, Amazon və Microsoft kimi şirkətlərdə iş müsahibəsi zamanı verilən ən məşhur suallardan 10 dənəsi haqqında danışacağam. Əgər siz də gələcəkdə bu tip böyük şirkətlərdə işləmək istəyirsinizsə, bu sualları əvvəlcədən bilmək və onlara hazırlaşmaq çox vacibdir. Birinci sual, özünüz haqqında danışın. Bu, demək olar ki, hər müsahibədə verilən ilk sualdır. Burada siz qısa şəkildə təcrübənizdən, bacarıqlarınızdan və hansı sahədə inkişaf etdiyinizdən danışmalısınız. İkinci sual, niyə bizim şirkətdə işləmək istəyirsiniz? Bu sual sizin şirkət haqqında nə qədər məlumatlı olduğunuzu göstərir. Ən yaxşı cavab şirkətin məqsədləri ilə sizin şəxsi məqsədləriniz arasındakı uyğunluğu göstərən cavabdır. Üçüncü sual, güclü tərəfləriniz hansılardır? Bu sualda siz öz ən yaxşı bacarıqlarınızı qeyd etməlisiniz. Məsələn, problem həll etmə bacarığı, komanda ilə işləmə qabiliyyəti və analitik düşüncə kimi xüsusiyyətlər. Dördüncü sual, zəif tərəfiniz nədir? Burada məqsəd sizin mükəmməl olub-olmadığınızı yoxlamaq deyil. Əsas məsələ zəif tərəfinizi qəbul etməyiniz və onun üzərində işləməyinizdir. Beşinci sual, çətin bir problemi necə həll etmisiniz? Bu sual sizin real vəziyyətlərdə necə düşündüyünüzü və problemləri necə analiz etdiyinizi göstərir. Altıncı sual, komanda ilə işlədiyiniz bir layihədən danışın. Texnologiya şirkətlərində layihələr adətən komanda şəklində həyata keçirilir. Buna görə komanda ilə işləmə bacarığı çox vacib hesab olunur. Yeddinci sual, uğursuz olduğunuz bir vəziyyəti danışın. Şirkətlər sizin səhvlərə necə yanaşdığınızı bilmək istəyirlər. Ən yaxşı cavab səhvdən dərs çıxardığınızı göstərən cavabdır. Səkkizinci sual, çox iş olanda necə prioritet seçirsiniz? Bu sual sizin vaxt idarə etmə və planlama bacarığınızı ölçmək üçün verilir. Doqquzuncu sual, bu iş üçün niyə sizi seçməliyik? Burada öz bacarıqlarınızı və şirkətə verə biləcəyiniz dəyəri göstərmək üçün yaxşı imkan yaranır. 10-cu sual, bizə sualınız varmı? Müsahibənin sonunda demək olar ki, həmişə bu sual verilir. Bu zaman şirkət haqqında maraqlı və düşünülmüş suallar vermək yaxşı təsir yaradır. Nəticə. Gördüyünüz kimi böyük texnologiya şirkətlərində müsahibələr təkcə texniki biliklərdən ibarət deyil. Onlar həm də sizin düşünmə tərzinizi, problemləri necə həll etdiyinizi və komanda ilə necə işlədiyinizi qiymətləndirirlər. Əgər bu suallara əvvəlcədən hazırlaşsanız, müsahibədə daha inamlı və hazırlıqlı görünə bilərsiniz. Əgər video xoşunuza gəldisə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.